Salam əziz şagirdlər. Əvvəlki iki videomda sizlərlə deməli iki writing nümunəsinə baxmışdıq. Birincisində should schools teach students how to manage money və ikinci videoda isə should schools organize more educational trips idi. Bugün isə belə bir mövzu seçmişəm. Is honesty always the best choice in relationship? Yəni dürüstlük münasibətlərdə həmişə yaxşı seçimdirmi? Və çalışdım bu dəfə sizlər üçün A2 səviyyəsində daha az 127 sözlük bir writing nümunəsi hazırladım. Ötən videolardan bilirsiniz ki, writingimiz mütləq topic sentence-lə başlamalıdır. Topic sentence-dən sonra controlling ID olur topic sentence-in içərisində və biz o controlling ID yəni iki səbəb və nümunə ilə veririk. Sonra X argument olur, o argumentə cavab olur. Sonda isə conclusion yekun hissi olur. Bu dəfə topic biraz fərqli başlamışam. Yəni baxın bizim sırf writingimizin özü 105 sözdür. Bəzən olur ki, şagirdin ideyası, çox ideyası olmur. Fikirləşir ki, writingi necə genişləndirim. Bu zaman mövzuya uyğun formada taktiki və süni genişləndirmə eləyə bilərik. Bu dəfə elə başlamışam. Məsələn, writingi belə bir cümlə ilə başlamışam ki, some people believe that honesty is always the best choice in relationship, while others think that the truth can sometimes hurt people. Yəni bu bizim hələ topic sentence deyil. Bu hələ writingə, paragrafa girişdir ki, bəzi insanlar fikirləşir ki, dürüstlük həmişə münasibətlərdə ən yaxşı seçimdir. Lakin başqaları isə hesab eləyir ki, həqiqət bəzən insanları incidə bilər, xətirlərinə dəyə bilər. Belə bir 22 sözdən ibarət giriş vermişəm. Yəni ötən videolarda da göstərmişdim. Mənim vəsaitimdə listening, reading və writing vəsaitimin writing bölməsində məhz müxtəlif cür esseyə, writingə, paragrafa başlama üsulları vermişəm. Birbaşa şəxsi fikri bildirmək, mövzunu ümumi şəkildə, hər iki tərəfi göstərərək başlamaq, birbaşa mövqe ilə başlamaq, dera ilə və one-off-la və hər dəfə də çalışacağım ki, writinglərimizi bir fərqli başlayayım. Bu hissə ümumi giriş hissəsidir. Bizi 22 söz qabağa salır. Topic sentence-imiz isə buradan başlayır ki, personally I think that honesty is important. Mənim fikrimcə dürüstlük vacibdir because it builds trust and helps people solve problems. Deməli, bizim topikimiz, mövzumuz nədir? Honesty in relationship. Deməli, münasibətlərdə dürüstlük. Controlling ideyamiz nədir? Build trust. Bu, deməli, aramızdakı inamı formalaşdırır və it helps people solve problems. Yəni, paragrafın əsas hissəsində biz məhz bu iki fikri inkişaf elətdirəcəyik. Səbəblər topic sentence-dən kənara çıxmamalıdır. Axı biz iki səbəb verəcəyik, sonra ona uyğun nümunə və paragrafın bütün hissələri bir-biri ilə məntiqi baxımdan bağlı, əlaqəli olmalıdır. Və sonra indi keçəcəyik biz iki səbəb. Birinci səbəbdə it builds trust hissəsini inkişaf elətdirməyə, ikinci səbəbdə isə it helps people solve problems hissəsini. Gəlin birinci səbəbə başlayaq. Bu dəfə to begin with-lə başlamışam. Məsələn, firstly ilə başlaya bilərik, first of all-la başlaya bilərik. Ötən videoda belə başlamışdım. The first reason is that-lə. Bu dəfə isə belə to begin with. Honest people can trust each other. Və sonra nümunəni isə to give an example-la verdim. Məsələn üçün, for example-la yox. To give an example, friends who tell the truth can feel confident in their friendship. Yəni, friendship. To begin with-lə birinci səbəbi verdim. Və sonra to give an example-la isə nümunəni verirəm. Deməli, bu zaman biz controlling ideyamiz olan it builds trust ideyasını inkişaf elətdiririk və bu cür vermişik ki, dürüst adamlar bir-birlərinə etibar eləyə bilir
və nümunədə də vermişəm ki, yəni burada sadəcə dürüstlük, inamı yaradırla kifayətlənmirik. Bunun münasibətdə necə baş verdiyini göstərmək üçün nümunə vermişəm ki, dostlar bir-birinə həqiqəti deyəndə, doğrunu deyəndə aralarında daha güclü etibar yarana bilər. Sonra keçirəm ikinci səbəbə və bu zamanda it helps people solve problems ideyasını inkişaf elətdirəcəyəm. In addition, bu dəfə in addition-dan başlamışam. Honesty can help people deal with problems before they become bigger. Və nümunəni for instance-la başladım. For instance, talking openly about a mistake can help two people find a solution together. Deməli, it helps people solve problems ideyasını ikinci səbəb və nümunə ilə inkişaf elətdirmişəm. In addition-la ikinci səbəbi təqdim eləyirəm ki, bundan başqa dürüstlük insanlara problemlər böyüməmişdən onun öhdəsindən gəlməyə kömək eləyir və sonra nümunə də vermişəm ki, məsələn, bir səhv barədə açıq-aydın danışmaq iki adama birgə həll yolu tapmağa kömək eləyir. Deməli, introduction verdim, sonra topic sentence'imiz var, controlling ideyamiz var. Birinci səbəbi və nümunəni verdim, ikinci səbəb və nümunəni verdim. Nə lazımdır indi? Əks argument. Əks argumentimizdə some people argue that, bu dəfə də əks argumenti belə başlamışam. Ötən videoda əks argumenti while this argument has some truth-la vermişdim. Ondan əvvəlki videoda əks argumenti however ilə vermişdim. Bu dəfə isə istifadə eləmişəm some people argue that ifadəsi ilə mövzunun əks tərəfini göstərməyə çalışmışam. Some people argue that the truth may hurt someone's feelings. Yəni bəzi adamlar belə düşünə bilərlər ki, hər zaman həqiqəti demək düzgün olmaya bilər də, çünki qarşı tərəfin hisslərinə toxuna bilər, incidə bilər. Əks argument mütləq olmalıdır, çünki əks argumenti yazmaq paragrafı daha balanslı göstərir. Yəni şagird bununla göstərmək istəyir ki, yalnız öz fikrini deyil, digər tərəfin argumentini də anlayır. Amma biz sonra o əks argumentə cavab verməliyik. Axı bizim controlling ideyamiz bu idi. It builds trust və it helps people solve problem. Əks argumentə cavabı da yenə this concern is understandable-la başlamışam. Bunlar hamısı köməkçi sözlərdir. This concern is understandable, but kind and careful words can make honesty less deməli painful. Yəni this concern is understandable-la əvvəlki əks argumenti tam rədd eləməmişəm. Amma həmin narahatlığın başa düşəl olduğunu qəbul eləyirəm. Sonra isə öz mövqeyimi müdafiə eləyirəm ki, kind və careful sözlər dürüstlüyü daha az incidici eləyə bilər. Və sonda da yekun cümlə verməliyəm. Yekun cümləni in conclusion-dan başlaya bilərik. Bir dəqiqə. Ötən videoda məsələn to sum up-la vermişdim. Bu dəfə isə daha sadə formada for all these reasons, honesty is usually the best choice in healthy relationships. Yəni for all these reasons ifadəsi ilə paragrafı yekunlaşdırmışam. Yekun cümlədə yeni səbəb və nümunə verilməməlidir. Əvvəlki fikirlər ümumiləşdirilməlidir və müəllif öz mövqeyini yekun olaraq yenidən vurğulamalıdır ki, dürüstlük adətən sağlam münasibətlərdə ən yaxşı seçimdir. Burada diqqət edilməli məsələ odur ki, mən sualda always-la verirdi, amma mən cavabı usually ilə verməyə məqsəd uyğun hesab eləmişəm. Çünki axı qarşı tərəfində fikrini mən bildirmişdim, understandable hesab eləmişdim onu. Ona görə də usually sözünü işlətməklə daha balanslı və məntiqli səslənməsinə şərait yaratmışam. Beləliklə, paragrafımızın quruluşu necə oldu? Giriş cümlə, topic sentence içərisində controlling idea, birinci səbəb nümunə, ikinci səbəb nümunə, əks fikir, əks fikrə cavab və nəticə. Gəlin indi writing-ə, paragrafa ümumi baxaq. Sualımız necə idi? Is honesty always the best choice in relationship? Birinci,
Ümumi fikir verdim ki, some people believe that honesty is always the best choice in relationships, while others think that the truth can sometimes hurt people. Sonra topic sentence vermişəm, içərisində controlling idea 2 dənə. Personally, I think that honesty is important because it builds trust and helps people solve problems. Sonra it builds trust'ı inkişaf elətdirdim necə? To begin with, honest people can trust each other. Sonra nümunə ilə ki, nə deməkdir bu? To give an example, friends who tell the truth can feel confident in their relationship. Sonra it helps people solve problems hissəsini ikinci deməli səbəblə və nümunə ilə inkişaf elətdirmişəm. In addition, honesty can help people deal with problems before they become bigger. Nümunə, for instance, talking openly about a mistake can help two people find a solution together. Sonra əks argument, some people argue that the truth may hurt someone's feelings. Sonra ona cavab, this concern is understandable, but kind and careful words can make honesty less painful. Və sonda da conclusion, nəticə, for all these reasons, honesty is usually the best choice in healthy relationships. Yəni, struktur tamamilə doğru. Bir neçə mürəkkəb cümlə işlətmişəm, bu çox önəmlidir. Heç olmasa 1-2-3 mürəkkəb cümlə olmalıdır, doğru. Bağlayıcı sözlərdən və köməkçi vasitələrdən istifadə eləmişəm. Söz təkrarına yol verməmişəm və bütün qrammatik qaydalarda doğrudur. 127 sözlük A2 səviyyəsində daha rahat, daha bəsit, tam bal alacağımız bir paraqraf nümunəsi.